sən səhifə və adam çox Allah. Sən kimsən sən? Adam çox Allah. Sən kimsən sən səhifə və adam? Ay qızlar, neçə ay bundan qabaq? Gözləyin, danışay bala. Lütfen düşmürsən üstə. Lütfen sən düşmüşəm ay xiyar. Kaçan düşmüşəm? Mən buradaysa olur, bir ay deyil qalıram mən burada. Ay qız sən 5-6 aydır mənim Ay sən 5-6 ay xəstəsən sən. Mən bu vaxtda təzə çökmüşəm. Ha, bilirəm. Gecdir bu. Sən neçə aylar burada qalırsan? Mən neçə aydır burada qalıram? Pul yığmaqdan ötürü orada özünə iqna verəsən. Bax bu yaz. Betəri yox. Pula sənin nəslin çıxır. Qəhbə də özünsən, valik də özünsən. Pula çıxan da özünsən. Başa düşdün? Sən danışığından bilirsən, sən... Görü elə. Mən heç olmaqdan bir ay deyilə qalıram. Deyirsən ki 5 aydır qalır. Yalancının var yoxuna nəhlət. Yalancının var yoxuna nəhlət. Yazmamışam, utan öl. Yalancının var yoxuna nəhlət. Sənin nömrəndir. Paralarını camdan çöküb parolu başına... Bu sən neysən? Səhifə sənin deyil, telefon var. Telefon var. Yalancının var yoxla nəhlət sənin deyilsən. Ölsün elə sənin balan. Mən sən niyə öyle sözü yazdım? Mən sən gündən üstə gördüm. Ay baba bu sözü bu yazmayıb. Durub ev atışqa kimi sifətimə. Mən gedib uşağımı qoymuşam. Günlərlə mən bu salonu axtarıram, zəng gəlirəm cavab. Və sən deyirsən götürün qorxusundan niyə telefon açmırsan, hə? Götürün qorxusundan niyə açmırdın? Sən kim göndər bildi, sən oyla birləşdirəcəm görürəm. İndi görəcəyik. Mən indi bu gör. Göndərdiyini yaxşı bu tanın ölüm. İndi gör mən polisi çağırım burası. Sənin bu yazından səni mən həbs elətdirim sən bax. Ay Allah, Allah. Toxumu yeyin bas bayra. Və sındır. Belə qəhbələri işlətməyin də, belə qəhbələri. Sındır. Pula çıxan sənin nəslündür. Öl indi. Bax sənə belə lazımdır. Gördün? 2 ayda axtarıram ha, 2 aydır. Ona demişdim ki, mənə ilişmə, tanımıram səni. Deyir, gedib cəmaatın canlısına yazır ki, Ramal Əsədlə yaşayır ailəm. Hələ deyən onun poxu, onu da bir pox qoyacam ağzına görüm. Ramal Əsəd. Az! Bura gəl, az! Bura gəl. Ramal Əsəd kimdir, hə? Bura gəl, hara qaçırsan, bax. Ramal Əsədlə sən yaşamsan, hara qaçırsan işdən? Bura gəl. İşdən niyə qaçırsan? Hə? Hara qaçırsan? Deyirsən ailin. Deyirsən ailin. Deyirsən ailin. Eləyəcəm. Bura gəl. Mən üçün deyir ki, pula çıxır ailin. Buna bax, az. Qaynağı xırdalın, gör nə yazıb. Gəlmişəm, tapmışam bunu. Tapmışam, hansı cəhənnəmdə qalır. Hə, gördünüz? Bundan sonra belədir. Deyir, ailin deyir, Ramal Əsədlə yaşayır. Pula çıxır deyir hər gün liftdə. Yalancının sortuna nəhlət az. Pula çıxır. Buraya gəl, az hara qaçırsan? Deyəm. Pramoy səni evvə kimi gələcəm, evvə kimi. Ellada neysə? Bu indi konsert olacaq. Bu sübut eləməsə mənim pula çıxmağımı liftdə hər gün. Bunu ağlar qoyacam bunu. Buna ağlar qoyacam. Üzür istəyirsən yoxsa yox? Hə?
Üzr istəyirsən yoxsa yox? İstəyirsən üzrümü? Yoxsa qayıdım indi sənin salonuna? Hə? Yox, qayıdar az arxaya. Valik, Xırdalanın valiki. Valik. Küçük. Bu Xırdalanın valikidir gedən. Tanıyırsınız? Tanı. Valikdir. Hə? Can çox sağ ol. Baş çatmır kimdirsə. Saç qaynağı Xırdalan qoyub adını. Girib neçə dəfədir gəlir canlıma yazır ki, bu Aylin mənim qonşumdur, liftdə deyir, üzr istəyirəm, elə geyinir ki, pula çıxır deyir liftdə hər gün. Skrin elədim, Elegant Studioda nə zibildi. İşlədiyi salonunu getdim, tutdum, dedim, indi buraya cavab ver mənə. Qaçdı, ona bax götürün qorxusundan qaçdı. Yox, mənə lazımdır ona təzminat verim, pulum param. Sağ ol aşkım. Hə, indi onu işlədiyi salona qoy qayıdın nədir ya? O, bu gün, Eladır, mən sənə demişdim, uşağı qoyub işimi görəcəm.